Sünnət 10 manat toyunda. Qardaş, sünnət Pul hara toyunda getdi? qəşəng pul yığılır. Məndə xalçaya. Məndə bir sən nə Xalça dedin? almışdılar. Bəs bilmirəm Yoxsa hara getdi. gəldilər ki, anam deyir, sənə xalça aldıq. Seyirli xalça. Neynə? Mən nə xəyallar qurmuşdum. Hə. Özdə o Yuvarlanardın. yadımdadır da. O pul bir müddət mənim əlimdə oldu. Hə, şeyin Hə, yanında. hə. Artar. Sevinim deyə, məsələn, Hə. kəsiləndən sonra o bir müddət əlimdə o bu qalmıqda idi bildim və xəyal belə qura bilmirdim də bu pulla nələr eləmək olar, amma 100% xalça deyil idi bu. Hə, bəs mən uşaq vaxtı deyirsən əməlli loma olmuşam. Mənə dedilər ki, siçanlar yedi. Mən də inanmışdım. Neçə yaşında fərq? Məndə konkret Beş idi, şəffaf altı oldu idi. o proses. Skuter aldım. Elə həmin gündə elə bil çox yanımda saxlamadılar. Pulu gəldilər götürdülər. Mam dedi ki, mən saxlayacağam, narahat olma. Latviya səfiri. Sonra gördüm ki, getdilər bir dənə musikalni sentr aldılar. Gözəl. O şeydə səs verib. Bir dənə diskavoda aldılar, diski qoyursan. Ən yaxşısı. Bir dənə də Sega aldılar mənim üçün ki, Oo, şey, işte bunu aç neynəsinlər? Möhtəşəm. Hə. Qalanını da Hə. banka qoydular yəqin. banka qoymayıblar. Qalanı ilə da yəqin ki, xalça. Bir dənə də alırlar. xalça. Sizdə bütün yatırımı xalça Hə, hə, ediblər. hə. Orada olub. Bəzi İran xalçası alıblar öyle şey. Antakloska.